Muaviyə bir dönəmə gəldi, yetişdi ki, gördü Əmrasa ehtiyac var. Əmrası çağırtdırdı. Məktub desən yazdı zahirən, bəli. Yazdı ki, əd'uk ilə cihadi hazər racul əlləzi əsallah. Gəl mənə qoşul, mübarizə aparaq, vuruşaq. O kəslə ki, Allahla vuruşur. Əmras gəldi dedi, kimi nəzər tutmusan? Kimdir ki, o kəs ki, Allahla vuruşur? Mən də sənə qoşulmalıyam, onunla vuruşmalıyam. Dedi ki, o Əlini deyirəm, indi o elə deyir, Əli əleyhissalam. Əleyhissalam deyə bilmirdi ki, o. Əlini deyirəm. Güldü, Əmras güldü. Dedi, sən məni Şam əhlinə səhv salmaya. Yəni, Şam əhlini aldada bilərsən də, məni aldatma da. Niyə Əlini səndən deyişməliyəm ki? Niyə? Leysə ləkə fiqhuhu və la elmuhu və la hicrətuhu və la sabiqətuhu. Nə onun elminə elmin çatır, fiqhinə fiqhin çatır. Onun kimi keçmişin yox, onun kimi sabiqən yox, onun kimi imanın yox. Mən niyə sənə deyişməliyəm onu? Səni götürməliyəm, o atmalıyam. Yəni, demək istəyir ki, balaca məsələ deyil də. Yəni, sənə bunun müqabilində böyük bir şey istəyəcəm. Bədbəxtdir də. Yəni, ikisi də bədbəxt, qoşulub bir-birinə. Dedi ki, bəs nə istəyirsən mənə? Dedi, Misirin hakimiyyəti. Yaxşı, Misirin hakimiyyəti səndə, razılaşdıq. Əmrül-Mömin Nəhcül Bəlağada deyir, وَلَمْ يُبَعِي حَتَّى شَرَطَ عَنْ يُعْتِيهَا عَلَى الْبَيْعَةِ السَّمَنِ. Deyir, Əmras razılaşdı, düzdür Muaviyə ilə, pulun müqabilində beyyət elədi. Misirin müqabilində beyyət elədi. Diqqət edirsiniz. Zaman gəldi, çatdı, dillə Əmras can üstünə düşəndə, gördülər dilin altında deyir ki, kaş 30 il bundan qabaq öləydim, bu günləri görməyəydim. Yəni, nə Muaviyyəni tapaydım, nə ondan Misri istəyəydim, nə o mənə Misri verəydi. Kaş 30 il bundan qabaq öləydim. Adam elə yaşamıyor ki, axıra yaxın gələ, məsələn, tutaq ki, 60 ildir, yaşayıb, 50 il normal, son 10 ili xarab oldu, bədbəxtçiliyə gedir, qayda o anda deyək ki, kaş 10 il yaşamayaydım, 50 yaşımda gedəydim. Adam belə yaşamıyor. Baxdı gördü ki, o boyda hektarlarla əlində olan imkanat, amma bir tə indi pabatçılar onun torpağın altına bitdi. Hektarlardan xəbər, əlamət, əsər, əlamət qalmadı. Doğrudan deyək. Qutardılar, bitdi. Gətirdilər, özün boyda birazca indi geniş deyilirlər ki, özləri rahat cəmaat sənə qoya bilsin. Yəni, bu qədər. Sonra torpağı da tökürlər. Ondan da bitdi, məsələ çıxdı, getdi.